Bəzi insanlar dəyişməz. Möcüzə də görsə dəyişməyəcək. Çünki pik həddədir. Çox qaralıb. Xətəməllah alə qulubihimdir. Sözlə deyil, kəlmə ilə deyil, kəlamla deyil. Heç vaxt dəyişilməyəcək. O qədər tənəzzül edib. Məhəmməd Füzulinin bir şeirini oxuyum sizə. Deyir ki, hər kimin var isə zatında şərarət küfrü, istilahat-ı ulum ilə müsəlman olmaz. Bunun zatı xarabdır. Bunu qəşəng kəlmələrdir. Müsəlman olmaz. Gər qara daşı qızıl qan ilə rənginə desən, təbə təğyir verib ləl-i bədəxşan olmaz. Daş deyə ləl olan deyil. Öldürmə özünü. Üstün dəyişə bilərsə, içi dəyişilməyəcək. Eyləsən tutiyə təlim-i ədayi kəlimat, nitqi insan olur, amma özü insan olmaz. O nitqi dəyişilə bilər, amma insan olmaz. Hər uzun boylu şücaət edə bilməz dəva, hər ağac kim boy ata sərvi xuraman olmaz. Olmaz. Mərdən deyirəm ki, bəzi adamlar var həyatda. O qədər qaralıb ki, Süleyman Peyğəmbərin üzüyünü götürüb barmağına taxsın. Musa Peyğəmbərdən xahiş eləsən, bir dənə o əsanı ver. Onun başına da vursa, onu deyişlən dörülü odur. Müşkül nə Süleyman Peyğəmbərin üzüyündədir, nə Musanın əsasındadır. Bundadır müşkül, bu adam olmaz. O həddə gəlib. O həddə tənəzzül edib.